Bakı Slavyan Universitetində Ümumilli lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr olunan Azərbaycanşünaslığın aktual məsələləri, yeni dövrün Azərbaycanı mövzusunda 16-cı beynəlxalq elmi konfrans keçilib. Azərbaycanşünaslıq sahəsində aparıcı mütəxəssislərin, millət vəkillərinin, eləcə də müxtəlif ölkələrdən dəvət olunan alimlərin iştirakı ilə baş tutan beynəlxalq tədbir Azərbaycan Respublikasının milli irsinin, tarixinin, geosiyasi mövqeyinin, mədəni və ictimai siyasi inkişafının müxtəlif aspektlərinin elmi müstəvidə geniş şəkildə müzakirəsi üçün platforma rolunu oynayır. Bu bizim sadəcə 17-ci konfransımızdır. Eyni adı altında keçirilir. Artıq 2 ildir ki, yeni dövrün Azərbaycanı şüarı altında keçirilir. Konfransımıza xaricdən qatılmış əsasən Türkiyədən, Estoniyadan, Gürcüstandan, Özbəkistandan və digər İndoneziyadan və digər ölkələrdən qatılmış nümayəndələr var. Onların sırasında Gürcüstanın Kutaisi Universitetinin rektoru, Özbəkistanın Gənc Universitetinin rektoru, Türkiyənin Kafkaz Universitetinin rektoru, eləcə də Bakı Ali Neft Məktəbinin rektoru Azərbaycandan bizim konfransımıza digər alimlərimizlə bir yerdə qatılmışdır. Konfransın əsas məqsədi Azərbaycanın elmi potensialının beynəlxalq miqyasda tanıdılması və bu sahədə aparılan tədqiqatların ümumi diskursların inteqrasiyasına töhfə verməkdir.